Ümumiyyətlə, biz bugün daha çox dayaq hərəkət sistemi haqqında danışırıq və qonaqlarımızı da bu mövzuya belə deyək dayanmışıq ki, bu mövzuda dəvət etmişik ki, sizə daha çox faydalı ola bilər. Elə növbəti qonağımız da Bioloji Təbabət Klinikasının terapevt, osteopatı Elfanə xanım Süleymanovanı studiyamıza dəvət etmək istəyirəm. Buyurun Elfanə xanım. Salam, xoş gəlmişsiniz. Necəsiz? Sağ olun. Xoş gördük sizi. Bizim səhv etmirəmsə görüntülərimiz var. Bəli. Gəlin istəyirsiniz elə keçək monitora tərəf, yoxsa görüntülər ekranda gedəcək. Hə, yaxşı, ekranda gedəcək. O zaman ekranda gedən görüntülərə diqqətlə baxın və bizim söhbətimizi də paralel olaraq izləyin ki, daha ətraflı və dolğun məlumatlarınız olsun. Dayaq hərəkət sistemi xəstəliklərinin profilaktikası mövzusunu seçmişiz. Yəni ki, bu xəstəliklər yaranmasın deyə nə etməliyik? Ümumiyyətlə, dayaq hərəkət sistemi xəstəlikləri nədir və nə kimi fəsadlar törədə bilər? Ümumiyyətlə, dayaq hərəkət sistemi bizim orqanizmimizin əsasını, karkasını təşkil edir. Bu nədən ibarətdir? Onun haqqında məlumat vermək istəyirəm. Dayaq hərəkət sistemi skeletdən, yəni sümüklərdən, oynaqlardan, əzələlərdən və onları birləşdirən fasciyalardan ibarət olan bir sistemdir. Və onun xəstəlikləri, yəni dayaq hərəkət sistemi xəstəlikləri orqanizmimizə böyük bir təsir göstərir. Əgər erkən vaxtda onun profilaktikası ilə məşğul olmasaq, irəliləyən yaşlarda onun ağır xəstəliklərlə mübarizə aparılmalı olur və təəssüflər olsun ki, həm ekonomik cəhətdən çox xərclər aparan bir xəstəliklərə səbəb ola bilir, hətta 50-yə kimi gətirib çıxara bilən xəstəliklər ola bilər. Bioloji təbabət nəzərinə yanaşsaq, yəni ümumiyyətlə hər bir xəstəliyin erkən yaşdan profilaktikası daha yaxşı olardı ki, nəinki onu sonradan hər hansı həmin o xəstəliyin müalicəsi ilə məşğul olmaq. Nə vaxtdan başlayaq bu profilaktikaya? Dayaq hərəkət sistemi profilaktikası deyərdim ki, hətta hamiləlikdən başlanmalıdır. Hər bir qadın, yəni hamilə olmamışdan əvvəl doğulacaq övladının dayaq hərəkət sistemi profilaktikasını aparmaq üçün balanslaşdırılmış vitamin, yəni qidalarında vitamin balanslaşdırılmış olmalıdır. D vitamini bildiyiniz kimi, sonra kalsi, fosfor, maqnezium kimi mineralların yəni tam normada olması təmin olunmalıdır ki, sonradan doğulacaq uşaqda rakitik və yaxud da ki, digər hər hansı bir sümük sistemi anomaliyaların yaranmasının qarşısını almış olsunlar. Və digər bir tərəfdən hamilələri hansı tərəfdən bir yük düşür, yəni yük deməzdim, onlarda cavabdehlik düşür. O da ki, hamilə olmamışdan əvvəl qızların çanaq sisteminin, yəni ki, vizual bir tərəfdən çanaq sistemi sümüklərinin patologiyaların aparılması ki, normal doğuşlar gələcək övladın sağlamlığının bir növ təminatçısıdır. Elə ki, bu qadında skalyoz, kifoz və yaxud da ki, çanaq orqanı problemləri var idisə, doğuşların düzgün olması sual altında olur. Və doğulan uşaqlarda müxtəlif patologiyalar yarana bilər. Bu patologiyalar nevroloji patologiyalardan tutmur, sümük dayaq sistemi patologiyalarına qədər müxtəlif variasiyalarda dəyişə bilər. Ona görə profilaktikanı məhz qadınların doğuşdan öncəki yəni sümük sisteminin profilaktikası və D vitamini, kalsi, fosfor, maqnezium kimi vitamin və mineral balansının bərpasında yəni daha yaxşı məqsədə uyğun olardı. Aydındır. Ümumiyyətlə, valideynlər hansı yaşda bu problemlərlə rastlaşa bilərlər? Yəni, uşaqların hansı yaş dönəmində daha diqqətli olmalıdırlar bu xəstəliklərə qarşı? Adətən o manifestasiya edən yaş dövrləri, yəni daha çox biruzə verən yaş dövrləri məktəb yaş dövrlərində olur və yeniyetmə yaş dövrlərində olur sümük sistemi problemləri. Ona qədər valideynlər müxtəlif yasta ayaqlıqdan mübarizə aparırlar. Sonra ola bilsin ki, rakitik xəstəliklərdə mübarizə aparırlar. Lakin o da bəzi diqqətli valideynlər və yaxud da ki, həkim profilaktik baxışlardan keçərkən o müayinələr nəticəsində aşkara çıxara bilərlər. Lakin artıq yəni heç bir müayinəyə aparmayan bir valideyn, yəni əgər diqqətli valideyn deyilsə, bu valideyn 7 yaşında əgər problem var idisə, doğuş yollarından keçərkən hər hansı bir problem var idisə, 7 yaşında müxtəlif skalyoz, kifozlar və yaxud da ki, çanaq ərikləri kimi özünü göstərə bilər. Eyni ilə də o 13-14 yaşlarında, ikincidə yeniyetmə yaş dövrlərində özünü göstərə bilər. Bəzən valideynlər o vaxtda itirirlər, yəni ona da heç ya hazırlıqlar dövrü olur, ya məktəb sisteminin yəni balanslaşdırılmaması ki, dərslərlə fiziki aktivliyin balanslaşdırılmaması nəticəsində ola bilər ki, o dövrlərdə də müalicə aparmayan valideynlər gələcəkdə uşaqlarda fəqərarasında osteoxondroz kimi degenerativ xəstəliklərin və hətta ən ağır dərəcəsi ola bilən disk yırtıqlarına kimi, yəni gətirib çıxara bilən fəsadlarla təəssüflər olsun ki, mübarizə aparmalı olurlar. Aydındır. Əziz tamaşaçılarımız, qeyd edim ki, qonağımız Bioloji Təbabət Klinikasının terapevt, osteopat həkimi doktor Elfanə
Süleymanovadır və biz bugün dayaq hərəkət sistemi xəstəliklərindən, bu xəstəliklərin profilaktikasından belə deyək, vaxtında, ümumiyyətlə çalışaq ki, bu xəstəlikləri yaxalanmayaq, yaxalamışıqsa belə vaxtında aşkar edib, onun müayinə və müalicəsinə başlayaq və profilaktik tədbirlər dedikdə, ümumiyyətlə biz nəyə nəzərdə tuturuq? Yəni, bir tək hamiləlik dönəmində vitamin içməklə yəqin ki, bu problem çözülmür. Əlbəttə ki, yox. Sadəcə olaraq vitamin qəbulu bəzən heç kifayət də etmir. Çünki mədə-bağırsaq sistemi normal fəaliyyət göstərmir deyə qəbul etdiyi vitaminlər də tam sorula bilmir. Ona görə mütləq mədə-bağırsaq sisteminin bərpası və onun düzgün işləməsi üçün düzgün qidalanma, kifayət qədər su qəbulu vacibdir. Onunla yanaşı fiziki aktivliyin, yəni inkar etmək mümkün olmazdı. Çünki fiziki aktivlik zamanı əzəllər, fiziki aktiv insanların əzəlləri nə qədər aktiv işləyirsə, onların sümük toxuması, sümüyün süngəri maddəsi də o qədər daha çox qanla təchiz olunur və ona görə sümük toxuması da daha möhkəm olur. Ona görə fiziki aktivlikdən mütləq nəzarət etmək lazımdır ki, istər uşaqların, istər yeniyetmələrin, istərsə də yaşlı insanların sümük problemlərindən yəni qorunmaq üçün fiziki aktivlik, günəş işıqlarından kifayət qədər qəbul olunması, ən azı 15 dəqiqə hər gün 15 dəqiqə günəş işığını, yəni açıq dəriyə təması olmalıdır ki, D vitamininin aktiv sintezi və bədəniniz tərəfindən onun qəbul mənimsənilməsi baş versin. Bununla yanaşı mən vurğulamaq istəyərdim ki, necə ki dayaq hərəkət sisteminin əsası bizim pəncələrimizin üzərinə düşür və valideynlər xüsusilə ehtiyatlı olmalıdırlar yastı ayaqlıq, yəni şübhəsi olduğu uşaqlardan. Düzdür, uşaqların tam yatağının formalaşması üçün müəyyən vaxt lazımdır. Bəzən 3-4 yaşlarda, bəzi uşaqlarda 1 yaşında və 2 yaşına qədər o tağ formalaşmalıdır. Bəzən elə olur ki, o tağın formalaşması düzgün getmir və yastı ayaqlıq yarana bilər. Nisbi və yaxud da ki, mütləq, yəni tam yastı ayaqlıq yarana bilər. Valideynlər bu zaman öz yanlarından və yaxud da ki, sadəcə olaraq ortopedik mağazinlərə gedib ayaqqabılar geyindirirlər ki, onunla yəni, sanki yastı ayaqlıqla mübarizə aparacaqlar. Lakin onun əsas səbəbi aradan götürülmədiyi üçün yastı ayaqlığın da o müvəqqəti yaxşılaşma periodları olur, lakin yenidən yastı ayaqlığa dönüş olur. Buna görə nəyə fikir vermək lazımdır? Xüsusilə valideynlər diqqət yetirsinlər ki, doğuş zamanı uşaq anadan olandan sonra onlar fikir verməlidirlər ki, onun başını vaxtında tuta bildim. Yəni 3 ayında artıq boyun lardozu yaranmalıdır və uşaq boyunu normal tuta bilməlidir. 6 ayında artıq otura bilməlidir. Ondan erkən vaxtda otuzdurmaya çalışarlarsa, artıq bel fəqərələri öz yəni normal fizioloji funksiyalarını itirir və travma ala bilərlər. Beləliklə də çanağa düşən yük artmış olur. Aydındır. Və valideynlər iməkləmək əvəzinə xadurkalarını istifadə edirlər və bu da o uşaqların ayaqlarının düzgün yüklənməməsinə və yastı ayaqlığın yaranmasına bir təkan vermiş ola bilər. Digər tərəfdən raxitik olan uşaqlarda və yaşlı insanlarda, yeniyetmələrdə və yetkin insanlarda düzgün olmayan ayaqqabılardan istifadə, həddən artıq hündür dikdaban ayaqqabının istifadəsi ziyanlı, yəni pəncəyə öz ziyanlı təsirini göstərir və yastı ayaqlığa səbəb ola bilər. Ona görə bu profilaktik tədbirləri də unutmaq olmaz. Aydındır. Əziz tamaşaçılarımız, bir daha nəzərinizə çatdırım ki, qonağımız Bioloji Təbabət Klinikasının terapevt osteopat həkimi Dr. Elfanə Süleymanovadır və biz bugün dayaq hərəkət sistemi xəstəliklərin profilaktikasından danışırıq. Elfanə xanım, biz bilirik ki, Bioloji Təbabət Klinikası xüsusi bioloji tənzimləyici terapiya, səhv etmirəmsə, mövzusunda, belə deyək, xalqın xidmətindədir və xüsusi yanaşmanız var müxtəlif xəstəliklərə. Bax, deyək ki, bu dayaq hərəkət sistemi xəstəliklərin profilaktikasında və yaxud yaranmış xəstəliklərin müalicəsində bu tənzimləyici terapiya nə dərəcədə köməyimizə çatır və nədən ibarətdir? Bioloji tənzimləyici terapiya ona əsaslanır ki, bioloji tənzimləyici preparatlarla və bioloji tənzimləyici üsullarla orqanizmin özünün daxili müdafiə sistemini və özünün daxili resurslarını aktivləşdirməkdir. Yəni, güclü sintetik preparatlar təyin etmədən tam bioloji tənzimləyici preparatlarla orqanizmin itirilmiş funksiyalarını və yaxud da ki, itirməkdə olan funksiyalarını yenidən bərpa etməyə yönəlmiş bir proseduralardır. Bu proseduralar müxtəlif preparatlarla, bioloji tənzimləyici preparatlarla tənzimlənir və o bioloji tənzimləyici preparatların arsenalında geniş preparatlar var, hansılar ki, onların tərkibində bioloji
maddələr, yəni bitkilər, müxtəlif heyvanlardan alınmış orqan ekstraktları, minerallar və müxtəlif digər bioloji preparatlar, bioloji komponentlər var ki, yəni katalizatorlar kimi, yəni bizim fizioloji proseslərimizi yerinə yetirən katalizatorlar var ki, bunlar da orqanizmimizə heç bir ziyan vermədən, hətta kiçik yaşlı uşaqlara belə ziyansız təsir göstərən preparatlarla tam sağalmanı əldə etmək mümkün olur. Aydındır. Məsəl üçün, qığırdaq problemləri olan insanlara və yaxud da ki, bağ aparatı problemləri olan insanlara bioloji tənzimləyici preparatlarla, yəni kifayət qədər yaxşı nəticələr əldə etmək olur, kömək eləmək olur. Aydındır. Bunun üçün müraciət etmək lazımdır ekranda gördüyümüz nömrələrə, Bioloji Təbabət Klinikasına və doktor Elfanə Süleymanovaya tamaşaçılarımız. Bax, indi yay tətili vaxtıdır və uşaqlar tətildədir. Məncə, bu vaxtdan elə valideynlər səmərəli istifadə etməlidirlər. Uşaqlarını hər mənada bir check-up müayinədən keçirməlidirlər. Bax, hansı dəyişikliklər müşahidə ediriksə, uşaqlarda biz dərhal vaxt itirmədən həkimə müraciət edib, burada hərəkət dayaq sistemində bir problemdən şübhələnməliyik. İlk olaraq valideynlər vizual olaraq dəyişiklikləri kifayət qədər tez üzərinə düşə bilərlər. Məsəl üçün, onurğada olan hər hansı bir deformasiyalar, əyriliklər, skalyatik əyriliklər və yaxud da kifoz, yəni ki, arxaya əyilməsini. Bəzən olur ki, vizual olaraq normaldır, lakin yeriş zamanı valideyn hiss edir ki, ayağını düzgün atmır uşaq və yaxud da ki, X-vari ayaqlar olur, O-vari ayaqlar olur. Bunlar bəzən heç raket xəstəliyə əlaqəli olmasa belə, çanaq əzəllərinin disfunksiyası nəticəsində ayaqların, yəni normal gəzişi pozulmuş olur. Və digər tərəfdən bunu nə ilə əlaqələndirirlər? Mədə-bağırsaq sistemində olan bağırsaqların normal fəaliyyət göstərməməsi nəticəsində bağırsağın çözü spazma uğrayır və nəticədə çanaq sümüklərinə kifayət qədər öz təsirini göstərə bilir. Və onun çanaq sümükləri əlaqəli olan böyük, kiçik sağrı əzələri və digər əzələlərin zəncirvari disfunksiyaları ayağa öz təsirini göstərir və uşaqlar düzgün yerimirlər. Bu xüsusilə valideynlərin diqqətini cəlb eləməlidirlər ki, onlar erkən vaxtda, kiçik yaşlı uşaqlarda onlara kifayət qədər kömək eləmək mümkündür, nəinki gec yaşlarda. Gec yaşlarda artıq bəzən hətta cərrahi əməliyyatlara qədər səbəb ola bilən artrozlara qədər gətirib çıxara bilər. Aydındır. Tamaşaçılarımız, sizin də suallarınız varsa canlı-canlı həkimimizi ünvanlaya bilərsiniz. 012-404-31-15 bizim əlaqə nömrəmizdir və Həkim Altxət İşi Instagram səhifəsində də həmçinin suallarınızı SMS-lə yazıb göndərə bilərsiniz. Elfanə xanım, sizə əhali hansı problemlərlə, hansı xəstəliklərlə müraciət edə bilər? İstərsiniz bu haqda biraz bir anons keçək ki, tamaşaçılara daha aydın məlum olsun. Çünki terapevt, osteopat biraz bizə belə deyək, çox bilmədiyimiz bir sahədir, çox anlamamış ola bilərlər. Buyurun. Osteopatiya Azərbaycanda yeni istifadə olunmaqdadır, lakin onun tarixi Amerika qədimdir. Amerikada 19-cu əsrdən istifadə olunur, Avropada geniş istifadə olunur. Yəni, osteopatiya qısacasına onu deyim ki, zərərsіз üsullarla orqanizmin əksərən dayaq hərəkət sistemini, lakin təkcə dayaq hərəkət sistemi deyil, daxili orqanlar, sinir sistemi, fasciyalar və digərlərinin dayaq hərəkət sistemi ilə vəhdətini təmin edən bir proseduralardan ibarətdir. Üstünlüyü ondan ibarətdir ki, osteopatiyada heç bir zərərli təsirlər olmur, ağrı prosedurası olmur 0 yaşdan, yəni doğuşdan bu proseduralarla, osteopatik proseduralarla orqanizmin sağlamlığını qaytarmaq mümkündür. Hətta doğuş zamanı uşaqlarda yaranan brachiosefaliyalar, yəni kəllədə olan əyrilikləri həkim kifayət qədər uğurlu aradan qaldıra bilər. Üstünlüyü də ondan ibarətdir ki, digər üstünlüyü də ondan ibarətdir ki, tez-tez istifadə olunmur. Osteopatik proseduralar həftədə bir və yaxud da ki, bir həftədən bir istifadə olunan proseduralardır. Kifayət qədər də effektivdir. Nəinki dayaq hərəkət sistemi, immun sistemi, yaddaş və daxili orqanların işini də təmin etməyə kömək edir. Daha çox hansı xəstəliklərdə istifadə olunur? Bizim klinikamızda osteopatiya, yəni mənim özüm praktikamda skoliozlu və yeniyetmələrdə skolioz və yastı ayaqlıq problemlərində osteopatiyadan uğurlu istifadə edirik və son 2 ayda klinikamızda belə bir aksiya keçirilir. Hər ikinci günlər yeniyetmələr, yəni məktəblilər üçün və onların anaları üçün pulsuz müayinə aksiyaları keçirilir ki,
Hansı aylarda, yoxsa həftənin müəyyən günlərində? Həftənin ikinci günləri. İkinci günlər. Hər həftənin ikinci günü valideynlər götürüb övladlarını pulsuz müayinəyə gətirə bilərlər. Pulsuz müayinəyə gətirə bilərlər və məlumatlana bilərlər ki, bu indi hansı vəziyyətdədir övladı, onun hansı proseduralar və yaxud da ki, bəzən elə olur ki, heç proseduralara ehtiyac olmur. Məsləhət verir ki, hansı idman növündən istifadə etmək kifayət edir. İdmanları göstərirsiniz, evdə elətdirir valideyn. Yaxşı, bəs bu idmanlar kəsiləndən sonra necə geri dönmə ehtimalı varmı bu xəstəliklərin və yaxud patologiyanın deyək? Bəli, bəzən olur. Çünki o risk vaxtlarında, yəni ki, əgər hər hansı bir stres keçirirsə orqanizm, hər hansı bir infeksion xəstəlik keçirirsə, qeyri-düzgün, balanslaşdırılmamış qidalanması olarsa, onların geri qayıtma vaxtı geri qayıda bilər. Və idman hərəkətlərinin belə bir üstünlüyü var ki, onlar insanda iradəni artırırlar və disiplinanı təmin edirlər. Nə qədər iradəli olarsa və daimi əzəllərini inkişaf etdirmiş olarsa insan, o qədər həm sümük sistemi, həm sinir sistemi o qədər dözümlü olar və müxtəlif stresslərə qarşı da daha adekvat cavab verə bilər və hətta valideynlərə belə bir biz öz pasientlərimizlə işləyərkən onlara məsləhət veririk ki, kiçik yaşdan o disiplinalı olaraq idman rejimini saxlamağı öyrətsinlər ki, o böyük yaşa böyüyəndə də artıq onların bir rejiminə çevrilsin. Aydındır. Bax, mən sizin fikrinizi bir məsələdə də bilmək istərdim, masaj mövzusunda. Çünki valideynlər anadan olandan uşaqları görürsünüz ki, evə masajist çağırırlar və yaxud özləri aparırlar harasa ki, masajla güya xəstəliklərin qarşısını alır və elə böyüklər məsələn, masaja getməyi sevirlər. Bu yaxınlarda, məsələn, mənim bir tanışım mənə zəng gəlir ki, masajdan sonra baş gicəllənmələrim dayanmır və s. bir şikayətlər. Sonra məlum oldu ki, masaj edən insan ümumiyyətlə masajist deyilmiş və yaxud masajist demiş, amma çox sərt, buna uyğun olmayan bir masaj növü edib. Yəni, bu mövzuda istəyərdim biraz maarifləndirək tamaşaçılarımızı. Masaj nədir? Hansı hallarda olunmalıdır? Hansı hallarda əks göstərişdə və hansı aralıqlarla kimlərə olunmalıdır? Masaj bəzən yox, əksər hallarda çox yaxşı, effektiv müalicə üsuludur, lakin əgər onu yerində və zamanında istifadə edirlərsə. Təəssüflər olsun kiçik yaşlı uşaqlara və yaxud da ki, yeniyetmələrə nə vaxt ki, onların əzələ sistemini əksinə formalaşdırmaq lazım idi, müxtəlif müalicəvi idman hərəkətləri ilə onların əzəllərini formalaşdırmaq əvəzinə masajla o əzələri yumuşaldırlar. Və yaxud da ki, o siz dediyiniz boyun problemlərində bəzən masaj o qədər də xeyir verici olmur, əksin ziyan verici olur. Çünki əzələlərdə olan spazmı götürərkən orada olan sinir sisteminin, vegetativ sinir sisteminin həddən artıq oyanması nəinki baş gicəllənmələr, qusmalara və digər ciddi fəsadlara gətirib çıxara bilər. Ona görə yaxşı olardı ki, o həm mütəxəssis tərəfindən təyin olunsun, bu insana lazım, pasiyentə masaj lazımdırsa, o təyin olunacaq mütəxəssis tərəfindən. Yox, əgər yoxdursa, sadəcə olaraq mənim əzələm ağrıyır, masaj elətdirəcəm və yaxud da ki, beli əyrir, masajistin yanına aparacam və bel əyrilməsi aradan qalxacaq, bu yanaşma düzgün deyil. Çünki bəzi sümük, yəni dayaq hərəkət sistemi nədən ibarətdir? Sümüklərdən və əzəlilərdən ibarətdir və o əzəlilər bizim bədənimizin karkasını, yəni sümükləri bir-birinə bağlayan bir orqandır. Əgər biz o əzəliləri yumuşaltsaq, o sümüklər daha da bir-birlərinin üzərində kompresiya olacaqlar və şikayətlər daha çox artacaq. Ona görə masajdan daha çox bəzən idman hərəkətləri, müalicəvi idman hərəkətləri daha effektiv olur. Aydındır. Bax, bir kurs deyək ki, sizin yanınıza gətirdi valideyn övladınız, skoliozu var və siz başladınız öz müalicənizi. Bu bir kurs müalicə nə qədər davam etməlidir və hansı aralıqlarla bu xəstələr kontrollara gəlməlidir? Kontrol müayinələr belə deyək, nədən ibarətdir? Çünki birisi necədir? Bunlar hamısı bəlli bir müddət sonra uzun müddətli bir müalicə olduğu üçün gəlir bir ekonomik məsələnin müzakirəsinə gətirib çıxarır. Çünki burada xəstənin ekonomik vəziyyəti də nəzərə alınmalıdır və maliyyə problemlərinə bağlı olaraq bəzən xəstələr ailələr müalicəni yarımçıq buraxmalılar. Çünki deyir, hər gedəndə rengen olunsun, bu olunsun və bunlar da hamısı maddi vəsait tələb edən müayinə və müalicələrdir. Mən istəyirəm bu haqda da biz danışaq. Çünki bildiyim qədərlə Bioloji Təbabət Klinikası bu məqamların hamısını nəzərə alır. Bəli, nəzərə alır. İlk olaraq müayinə rengen, yəni həkim özü vizual olaraq müayinə edir, analiz və sair toplayandan sonra mütləq rengen müayinə əsasdır ki, həm dinamikanı müqayisə eləməyə, həm də ki, bəzən elə olur ki, valideyn heç şübhələ və yaxud da ki, heç həkim şübhələnmədiyi halda fəqərələrdə anomaliyalar rast gəlinir, əlavə fəqərələr və yaxud da ki, əlavə qaburğalar rast gəlinir, hansı ki, biz nə qədər müalicə aparsaq da onu aradan qaldıra bilmirik. Ona görə rengen müayinə mütləqdir, həm dərəcəni daha dəqiq göstərir. Rengen müayinədən sonra bir müalicə sxemi tərtib olunur. Bu
müalicə sxemi təkcə osteopatiyadan ibarət olmur. Yəni daxili orqanların işini normallaşdırırıq. Çünki əvvəldə qeyd etdiyim kimi, əgər mədə-bağırsaq sistemi və yaxud da ki, ağciyərlər normal işləmirsə, onlar daimi qıcıq, yəni orqanizmdə bir qıcıq ocağı şəklində daimi qıcıqlandıracaq və əzələlərin spazmına səbəb olacaq. Kvadrat əzələ kimi iri əzələlərin spazmına səbəb olacaq və qabırğaları özünə tərəf dartacaq və skoliozun müalicəsində biz heç bir nəticə əldə etməyəcək. Ona görə daxili orqanların işini mütləq ilk olaraq müalicəsinə aparırıq. Daha sonra valideyni başa salırıq ki, uşağın balaca vaxtından düzgün qidalanma, düzgün həyat tərzinə alışdırsın. Su qəbulu, yəni fast foodlardan imtina, meyvə tərəvəzdən kifayət qədər qəbul etmək, yəni bağırsağın işini kömək eləməlidir. Yəni biz müalicə eləyiriksə, digər tərəfdən valideyn və övladı da eyni tərəfdən başqa şeylərlə yükləməməlidirlər bağırsağı. Daxili orqanların işini normallaşdırdıqdan sonra müalicəmiz osteopatiya ilə davam edir. Osteopatiya həftədə bir dəfə olan bir proseduradır. Yəni onu tez-tez eləməyə ehtiyac yoxdur. Nəyə görə? Çünki ən azı bir saat osteopat həkim pasiyentlə işləyir və işləyərkən kifayət qədər orqanizmin yeni vəziyyətlərə gətirib çıxarması, onun o əzələ bağ aparatı, miofascial bağların bərpası, ona orqanizmə vaxt vermək lazımdır ki, o yeni bir həmin o təyin olunmuş proqrama və yaxud da ki, o yeni yaradılacaq bir situasiyaya öyrənsin. Hər gün olunsa artıq orqanizm o vəziyyətə alışa bilməyəcək və ağrılar yaranacaq. Ona görə həftədə bir dəfə təyin olunur. Müəyyən bir müddətdən sonra pasiyentə təyin olunur reabilitasiya, yəni müalicəvi idman hərəkəti reabilitoloqlar tərəfindən aparılır. O da bədənin əzələlərinin hansılardakı biz osteopatiya ilə onu aradan götürə bilmirik və yaxud da ki, valideyn məlumatsızdır, maarifləndirmək məqsədi ilə ki, bundan sonra hansı idman hərəkətləri ona olar, onu artıq mütəxəssis reabilitoloq tərəfindən aparılır və daha sonra reabilitasiya hər gün olunursa, osteopatiya həftədə bir dəfə ilə davam olunur. Müəyyən bir müalicə etapı əldə olunandan sonra osteopatiyanın proseduralarının sayı azaldılır. Hətta ayda bir dəfəyə və kritik yaş dövrləri keçəndən sonra 6 ayda bir və ya ildə bir dəfə sadəcə olaraq profilaksik olaraq osteopat həkim tərəfindən müayinə olunur. Nəinki profilaktik, məsəl üçün uşaqdır, yıxıldı və yaxud da ki, kiçik bir travma aldı, güclü bir stres oldu. Onda artıq biz osteopatlar onların sanki dostlarına çeviririk və onlar həmin anda, yəni müddəti uzatmadan bizlə əlaqə saxlayırlar və nə qədər tez müraciət etsələr, o qədər tez aradan qaldırmaq olur. Və inandırım sizi ki, osteopatik proseduralardan sonra nəinki sümük dayaq sistemi, dayaq hərəkət sistemi, hətta intellektual səviyyəsi artır. Çünki boyun fəqərələri normal işləyəndən sonra beyni qan dövranı yaxşılaşır deyən mənim çox xoşuma gəlir. Yeniyetmələr imtahana hazırlaşan uşaqların, yəni mənə qarşılıqlı o valideynlərinin rəyləri ki, imtahana hazırlıq həvəsi artır. Məsəl üçün, yorğunluğa azalıb, immun sistemi yaxşılaşıb, xəstəliklərə davamlığı artıb. Çünki orada nəinki əzəllərlə, qan dövranına işlənilir, limfa sisteminə təsir edən proseduralarla limfatik sistemi də bərpa etmək olur. Aydındır. Əziz tamaşaçılarımız, bir daha nəzərinizə çatdırım ki, qonağımız Bioloji Təbabət Klinikasının terapevt osteopatı doktor Elfanə xanım Süleymanovadır və biz bugün dayaq hərəkət sistemi xəstəliklərin profilaktikasından danışırıq. Bax, indi yay aylarını vurğuladım mən az öncə, biraz da vurğulamaq istəyirəm. Çünki yayda bir çox valideynlər deyir ki, uşağı quma aparanda, dənizə aparanda qışda daha az xəstələnir və sümük dayaq sistemi də daha möhkəm olduğu düşünülür. İstərdim sizin fikrinizi bilək bu mövzuda. Aparaqmı? Kimləri olmaz ümumiyyətlə quma, dənizə? Getdikdə nə qədər qalaq orada? Hansı hallarda bu faydalıdır? Hansı hallarda artıq faydalı olmayan hala keçir? Bu haqda da istəyərdim. Mümkündürsə tamaşaçılarımızı maarifləndirir. Madəm ki, profilaktikadan danışırıq, bizim cəmiyyətdə daha çox müzakirə olan mövzular hal-hazırda bunlardır məncə. Həm də nə yaxşı ki, yay mövsümünə təsadüf elədi bu mövzu. Bizim Azərbaycanda yaşamağımız əslində böyük bir xoşbəxtçiliyimizdir. Çünki dəniz, qum və kifayət qədər isti iqlimimizin olması avantajımızdır. Bəli, avantajımızdır. Bunu itirmək olmaz. Əksinə valideynlər məktəb tətilində, məktəb dərslərdən tətili mütləq düzgün qiymətləndirməlidirlər və uşaqlarını dənizə daha tez-tez aparmalıdırlar. Sadəcə olaraq orada da saatlara riayət etmək lazımdır ki, günəşin daha çox olduğu saatlar, yəni 1 ilə 5
arası arzu olunmazdır. 5-dən sonra və yaxud da ki 1-ə qədər, yəni kifayət qədər günəş altında ola bilərlər. Hətta dəniz dalğalarının özünün belə bir terapiyanın adı talasoterapiya deyilən bir terapiyadır ki, dəniz dalğalarının, dəniz duzunun özünün müalicəvi effekti yəni kifayət qədər öyrənilib digər ölkələrdə və belə bir terapiya üsulu tətbiq olunur. Niyə də ki, bizim özümüzün yəni malik olduğumuz o üstünlüklərdən, avantajdan istifadə etməsinlər. Dənizimiz həmişə dalğalıdır demək olar ki, həmişə dalğalıdır. Qumumuz da var. Sadəcə olaraq biraz təmiz yerləri seçsinlər və kiçik yaşlı uşaqlara biraz gigiyena qaydalarına riayət etməklə ki, ağızlarını dəniz suyunun almasına nəzarət etsinlər, o olmasın. Təmiz çimərlikdə, bəli, təmiz çimərlikdə və bir də bəzən valideynlər fikirləşirlər ki, isti quma, yəni qumun əhatəsində olsa daha yaxşı olar. İsti qumun bəzən yəni köməyi olur, lakin iltihabi xəstəliklərdə o qədər də kömək eləmir. Yəni iltihabi xəstəliyi varsa, qızdırması varsa və yaxud ki, yerli lokal qızartı varsa ehtiyatlı olmalıdır. Dəri problemlərində ehtiyatlı olmalıdırlar. Yəni ki, günəşdən və yaxud da ki, qumun birbaşa dəriyə təmasından ehtiyatlı olmalıdırlar. Yəni, əgər kəskin bir proses yoxdursa, əks göstəriş yoxdur. Yəni, uşaqlarımızı istifadə eləyə bilərlər. Əksinə, həm də yəni, ayaqyalın qumda gəzmək yasta ayaqlığında profilaktikasına kömək eləyir. Həmçinin daşlarda da gəzmək yeni ilə yəni ki, yasta ayaqlığın profilaktikasına kifayət qədər kömək eləyə bilər. Bəs ayağımızın ölçüsünə necə görürsən? Çünki uşaqlıqda yadında deyirlər ki, ayaqyalın gəzmə, bəs ayağın 41 ölçü olacaq, sonra sənə ayaqqabı tapa bilməyəcək və s. kimi. Şükür Allah 38 ilə idarə etdik, amma yenə də varmı belə bir hal? Yox, əlbəttə ki, ayaq ölçüsü özü genetik olan bir şeydir. Düzdür ki, ətraf mühitin təsirləri də olur ona. Əgər bağ aparatı normal inkişaf edilirsə, onun böyümə ehtimalı yoxdur. Yəni, bağ aparatı da ya paralitik ola bilər, travmalar nəticəsində və ya raket nəticəsində bağ aparatı pozula bilər ki, ayaq ölçüsü həddindən artıq iri olsun. O özü də yastı ayaqlığın bir göstəricisidir. Və yaxud da ki, ayaq üzərində çox dayanarsa, ayaq üstü çox dayanarsa insan, onda o dediyimiz iri ayaqlara təsadüf edə bilərlər. Aydındır. Neçə dəqiqə vaxtımız var? Əziz tamaşaçılarımız, bir daha nəzərinizə çatdırım ki, qonağımız Bioloji Təbabət Klinikasının terapevt osteopadı doktor Elfanə Süleymanova idi. Bitdi zamanımız, səhv etmirəmsə. Və biz bugün ayaq hərəkət sistemi xəstəliklərinin profilaktikasından danışdıq. Siz də övladlarınızın gələcəkdə bu problemləri yaşamaması üçün vaxtında nəzərinizə çarpan bir dəyişiklik varsa, mütləq müraciət edin, vaxtında aşkar edin və vaxtında müalicəsinə başlayın. Doktor, sizə təşəkkür edirəm. Biz ayrılırıq reklamlara. Daha sonra studiyamızda növbəti qonağımızla söhbətimizi davam etdirəcəyik.